Dördüncü sualın izahı. Deyir ki, nümunədə işlənməyib. Nə işlənməyib? Yalnız qrammatik mənası olan söz işlənməyib. Baxırıq ki, nə də bağlayıcıdır və biz bilirik ki, köməkçi kisələrinin yalnız qrammatik mənası olur. Yəni, işlənmişdir, deyil. Bir-biri ilə sinonim olan sözlər işlənməyib. Bəli, deməli, sinonim olan sözlər yoxdur. Bir-biri ilə antonim olan sözlər. Antonim əks mənalı toy və yaz bir-birinə antonimdir, yəni işlənmişdir. Bizə işlənməyib lazımdır. Məcazi mənalı ifadələr, dünyanın hökmü, vaxtın alması, yəni bunlar, məsələn, dünyada günün hökmü, daha sonra deməli, burada vaxtını almaq. Bunlar əlbəttə ki, məcazi mənalı ifadələrdir, yəni işlənmişdir. Frazoloji birləşmə işlənməyib, qulağından as, yəni dinlə mənasındadır. Bəli, frazoloji birləşmə də işlənmişdir. Bizə lazım idi işlənməyən, doğru cavab oldu B variantı. Sinonimlər, yəni yaxın mənalı sözlər işlənməmişdir.